İsmi Şah, İsmi Şah, İsmi Şah, İsmi Şah. Ya Allah, Ya Allah. Ya Allah, Ya Allah, İsmi Şah, İsmi Şah, İsmi Şah. Girdim Adem cismine, kimsene bilmez sinini. Ben bu Beytullah içinde ta ezelden var. Bu eser daha önce yazılmış olan Fatihler Səltənəti əsərinin davamıdır. Hadisələri, obrazları daha yaxşı anlamaq üçün məsləhətdir ki, digər əsəri də əldə edəsiniz. Əsər, görkəmli Azərbaycan yazıcısı Fərman Kərimzadənin Xudafərin Körpüsü romanının motivləri əsasında tarixi faktlar və müstəqil yazar təxəyyülünün məhsulu olaraq meydana çıxmışdı. Əsərin yazılma məqsədi milli ideologiyamızın, tariximizin və dövlətçilik ənənələrimizin təbliğidir. Şirvan qalasının ətrafı gün doğarkən, günəşin ilk şəfəqləri Şirvanın daş divarlarına toxunmağa başlayır. Qalanın üstündəki bayraqlar zəif küləklə dalğalanır. Aşağıda, çayın o biri tərəfində qızılbaş süvariləri nizamla dayanıb. Onların önündə, atın üstündə Şeyx Heydər, üzündə həm ilahi nur, həm də savaşın qətiyyəti. Onun ətrafında Hüseyin bəy Şamlı və bir neçə sadiq mürid dayanır. Uzaqda qaladan oxçular boylanır. Sasan Keyxosrov hündür bürcdən aşağı baxır. Arxasında Fərrux Yasarın sərkərdələri durur. Onların yaylarında ox, barmaqları tətikdədir. Oxlar Şeyx Heydərə və adamlarına qarşı nişan alır. Şeyx qəfildən ağ bayraq qaldırır. Bunu görən Sasan Keyxosrov əlinin bir hərəkəti ilə oxçulara dayanın əmri verir. Bütün yaylar boşalır. Qalanın başından onun səsi gəlir. Şeyx Heydər, səfərinizin sorağı bizə çatıb. Deyirlər bu sarda bir bədbəxtlik yaşanıb.
Bəli. Quryanda atamın qəbri üstündə xalqa ehsan paylayırdıq. Bir də gördük, gecənin içindən bir dəstə silahlı hücum elədi. Qan töküldü. Amma biz sağ qaldıq. Quldurlar deyirlər. Amma mən quldur görmədim Sasan ağa. Onların döyüş tərzi, geyimləri, hətta oxlarının ucu belə Şirvan sarayının oxlarına bənziyirdi. Belə sözləri ehtiyatla işlətmək gərəkdir, şeyx. Şirvan da, Ərdəbil də eyni xalqın torpağıdır. Burada kim kimə bənzəyir demək çətindir. Amma narahat olmayın. Mən bu işin kökünə varacağım. Hökümdarımız indi sarayda deyil, Təbrizdədir. Geri dönənə qədər məsələni aydınlaşdırarıq. Günahkar kimdirsə, güzə çıxarılacaq. Yaxşı olardı. Bu iş şah qayıtmamış həll olunsun. Şeyx Xosrov ağa. Çünki mən o qaydanda susmayacağam. Əgər bu fitnə saraydan gəlirsə, mən susub dua etməyəcəm. Mən bura savaşa gəlməmişəm. Mən bilmək istəyirəm. Vaxtilə kim atamın yolunu kəsdi? Kimlər illərdir Şirvanla Ərdəbil arasına nifaq salmaq istəyir? Fitnə, şeyx, çox vaxt uzaqda olmur. Bəzən sən elə öz içində gəzdirdiyin adamlarda gizlənir. Düşməni qıraqda axtarmaq asandır. Amma bəzən düşmən elə öz ocağında ən yaxın bildiklərinin arasında olur. Onda mənim işim asanlaşdı. Çünki mən kimin nur, kimin zülmət olduğunu tez görərəm. Sasan təzzim edir, amma baxışında gizli bir istehza var. Elə isə işinizə dönün, şeyx. Mən də öz işimə baxım. Bəlkə bu sükunət uzun çəkməyəcək. Şeyx Heydər bir anlıq susur. Sonra atının yüyənini çəkir. Arxasındakı müridlər səssizcə tərpənir. Qızılbaş ordusu asta-asta hərəkətə başlayır. Duman içində Şirvan qalasının silüeti uzaqlaşır. Şeyxim, yoxsa onun sözləri sizə toxundu mu? Nə düşündünüz? Düşmən bəlkə də öz içinizdədir, dedi. Elə bu söz mənə yol göstərəcək Hüseynlərə. Düşməni tanımaq üçün indi öz içimizə baxmalıyıq. Mən Sasanın oxçularından ya da qaladakı ordunun çoxluğundan qorxmadım. Əsla. Söz yox ki, gec-tez tale bizi qanlı savaşa sürükləyəcək. Atamı Fərrux Yasarın atası İbrahim Xəlil öldürüb. Şirvanşahlardan gec-tez intiqam alınacaq. Ancaq İzzət Nəzərinin xainləri yadındadırmı? Bax, mən bu səfərdə onlardan, onlar kimi iç düşmənlərimizdən şübhələnirəm. Əgər elədirsə, o zaman Şirvanla savaşdan öncə biz o xainləri tapıb kökünü qurutmalıyıq. Yoxsa hələ çox qəribə hadisələr baş verəcək. Şeyx ordusu ilə birlikdə Ərdəbilə doğru yola çıxır. Duman arxada qalır. Sanki qarşıdakı yolların sirrini gizlədir.
Təbriz sarayı, Bağı Şimal köşkü, gecə qurulan izdivacdan sonra, Sultan Yaqubun hakimiyyətə gəlməyindən sonra tikdirdiyi Bağı Şimal, yəni Şimal bağının arxa tərəfində yerləşən kiçik köşklərdən biri. Hava ağır və kədərlidir. Köşkün içində yalnız bir çıraq yanır. Qızıl güllərin ətri sarayın şənliyindən uzaq, buradakı sükuta qarışıb. Selcan xatun Sultan Yaqubun ilk həyat yoldaşı, pəncərənin kənarında durub. Üzündə illərin deyil, qırılmış qəlbin izləri var. Əynindəki zəngin libas belə onun kədərini gizlədə bilmir. O pəncərədən uzaqda sarayda başlayan, Gövhər xatunun gəlişi şərəfinə qurulan toy mərasiminin kölgəli işıqlarını seyr edir. Birdən qapı açılır. Otağın havası dəyişir. İçəri Süleyman bəy Bicanoğlu daxil olur. O, ən nüfuzlu ağ qoyunlu sərkərdələrindən biri, Sultan Yaqubun lələsi və onu taxta çıxarmaqda köməyi olan əyanlardandır. Onun baxışları qılınc kimi itidir, amma qızını görəndə həmin sərtliyi yumşalır. Qızım, Selcan, sən niyə burada tək oturmusan? Bütün Təbriz səsküy içindədir. Onlar sevinir, mən isə Yaqubun gözündə öz yerimi itirdiyimi görürəm. Mənim qəlbim ona verilib tamamilə, amma onun gözündə mən sadəcə yalnız bir Bayandur qanının davamçısıyam. Sən həm də Süleyman Bicanoğlunun qızısan. Mən o qılıncı Yaqubun taxtı üçün qaldırdım. Mən onun neçə düşməndən qorudum. Mən ağ qoyunlu dövlətinin sütunuyam. Sənin yerin elə buradadır, onun yanında. Mən onun yanındayam, bəli, amma ruhum yanında deyil. O, Şirvanşah Fərrux Yasarın qızı Gövhər xatunu aldı. Bu izdivac yalnız siyasi bir razılaşmadır bəlkə də, Şeyx Heydərə qarşı ittifaq. Amma bu siyasi addım mənim sevgimi torpağa gömdü. Atacan, o mənə heç vaxt aşiqanə baxmadı. O mənim gözümdəki sevgini görmədi. Amma Gövhər xatun üçün şair Neymətullah Kişvəriyə şeir də yazdırıb. Hökümdarlar belədir qızım. Onların eşki taxtlar, torpaqlar üçündür. Yaqubun anası, o Səlcuqşah beyim, səni incitmək üçün hər şey edir. Görürəm, eşidirəm. O qadın, Səlcuqşah bəyim, məni sarayda zəhərli ilan kimi görür. Bugün də bilərəkdən mənim otağımın yanından keçəndə xidmətçilərimin yanında mənə acıqlı davrandı. O deyir ki, mənim qanımdakı qüdrət onun oğluna zərər verəcək. Taxt üçün doğulmayan dedi, taxtı qorumağa da layiq deyil. O məni incidir atacan, mən artıq burada nəfəs ala bilmirəm. Səlcuqşah beyim ağlını itirir. Yaqubun lələsi və sərkərdəsi mənəm. Məyər unudub ki, qanlı döyüşlərdə kim onun oğlunun tərəfində idi? Kim onu bu saraya gətirdi? Mən o qadına saray siyasətinin kimin əlində olduğunu göstərəcəyəm. Sən ağlama, qızım. Mən artıq ağlamıram. Mən Yaqubun gözündə özümü görmək istəyirəm. Gövhər xatunun parıltısında yox. Mən Şirvan qızının burada gəzdiyi hər anı nifrətlə izləyəcəyəm. Bəlkə bu izdivac dövlətin xeyrinə qurulub, amma sənə gətirdiyi göz yaşı onun təməlini silkələyəcək. Mən Gövhər xatunun bu saraya xoşbəxtlik gətirməməsi üçün əlimdən gələn edəcəyəm. Mən Yaqubun anasına baxmayaraq, onun lələsi və sərkərdəsi olaraq bu birliyin yalnız qızıl gül kimi gözəl görünməsi üçün qurulmasına imkan verəcəyəm. Bil ki, tikanları hələ qabaqdadır. O, qızının gözlərindəki qırılmış ümidin qısasını almağa qərarlıdır. Sultan Yaqub gec-tez bu səhvini anlayacaq. O anlayacaq ki, ağ qoyunlu qüdrəti Şirvanın gəlini ilə yox, ona sadiq olan Bicanoğlu qanı ilə durur. Sən bu sarayın əbədi xatunusan, Gövhər isə keçici külək olacaq. Otağın küncündəki çıraq titriyir. Uzaqdan gələn musiqi səsləri Selcan xatunun qəlbindəki fırtınanın səssizliyini boğa bilmir. Süleyman bəyin sözləri sanki qaranlıq sarayın divarlarında gizli bir intiqam əhdi kimi əks səda verir.